Salam aleyküm dostlar, əziz izləyicilər, hər kəsi buradan salamlayıram. Deməli, dünənləri bir qardaş bizə yazmışdı ki, WhatsAppda kölgə profilin pərdəliyə necə vurulmasını bizdən soruşmuşdu. İndi mən onu öz işlədiyim qaydada göstərmək istəyirəm. Bəli, məsələ ondan ibarətdir ki, bax, normal vəziyyətdə, bax, bu vəziyyətdə bir dənə U tikilir, pərdəliyi salınır, alçıpan salınır. Məlumdur ki, urğuna görə bu alçıpan kəsilir. Kəsildikdən sonra bu Tinivo kölgə profili, bu hal-hazırda GP25'dir. Kölgə profilini bura şuruplayırıq, bu yüzdən şuruplayırıq. Bax, bu yüzdən şuruplayırıq və bu şuruplar deyəcəksiniz ki, buradan görsənir. Bəli, bu şuruplar görsənir. Bu şurupları flaqon deyilən kəsirik. Flaqon deyilən kəsirik. Və burada yüngülvarı qara kraska ilə vururuq. Deyəcəksiniz ki, bunun sağlamlığı qalmır. Razıyam, sağlamlıq qalmır. Mən əksər hallarda belə işləm yüksək keyfiyyətdə yəni məni qane eləyir. Buna güc salmamaq üçün buradan bir dənə də biz profil atırıq, yaxın atırıq ki, bunun gücün o saxlasın. Yox, əgər daşıyıcı sistemlə işləmirsinizsə, belə deyək, C-ləri bu formada atıb, bunun yaxınlığından əqrəb bağlayıb, buna yük düşməsin deyə yaxınlıqlarından C vurursunuz. Bu qədər. Yəni, bizim işləmə qaydamız belədir. Çox sağ olun.